təsəvvür edin, hər yerə özüm çatıram, metro olsun, hər yerə metrolla, marşrutla və elə olurdu ki, fərdi hazırlıqlara da gedirdim. Özümə bir gələcək qurmağa çalışırdım. Çünki mənə dəstək olan, mənə kömək olan heç nə yox idi, yəni. Bir ailə başçımız atamdır və hal-hazırda müəllim işləyir orta məktəbdə və hər şeydə o yetişir deyə, yəni düzdür, ailəmdir, valideynimdir və sadəcə kömək olmaq məqsədi ilə başlayıram özüm üçün iş qurmağa. Ən böyük məqsədim də heç bir zaman əslinə qalsa arzum olmayıb, amma işlərimi çoxaltdıqca ən böyük məqsədim də biz uzaqda qalırıq Mehdiyabad qəsəbəsində və mənim işim də şəhərdə olduğuna görə ən böyük arzum da maşınım olsun ki, mən hər yerə maşınla gedim, gələ bilim. Heç bilməzdim ki, yəni bu xəyalım olar və mən bu xəyalı gerçəkləşdirərəm.